Haycan. O kızdı. Kim? O kız. Hə. Evlənmək istəyirsən? Hə. Nə olar? Amma yoxlamaq lazımdır da. Görək sənəmin testindən necə keçəcək. Ha, ne yoktur? Sen istediğin kızda. Mənim başımı qatma ginən. Dayan. Aha. Aha. Çantasını açdı. Dayandı aparatın qabağında. Hı. İndi də nazdana cüzdanını açır. Olsun da olsun. Şimdi bir dəqiqə dayan da. Qəpikləri sayır. Vay, ürəyim üzüldü mənim ya de. Ne olsun. Manatlar qala qəpikləri yükləyir. İndi də baxır ki, yükləndi ya yox. Vay. Ne olsun. Aa, necə olsun Olsun ki, bu qız sabah ailədə də belə olacaq. Oturub yeməyi gözləyəcəksən, nazdana. Sən ürək üzlü gətir bu yeməyi qoyacaqsın. Bəs necə olmalıdır? Necə olmalıdır? Bax, əsl məsuliyyətli qız gərək bayaqdan aparatın qabağında kartla hazır dayanardı. Ne demeydi o, ne demeydi? Bu o deməkdir ki, oğul, sabah sən işdən gələndə bu boylanıb baxacaq həyətə ki, ərim gəlir. Elə o dəqiqə qaçacaq mətbəxə, qaz plitəsinin qabağına. Yeməyi qızdıracaq, boşaldacaq, nimçəyə gətirib qoyacaq sənin qabağına. Və salam. Anam. Getdi. Yaxşı, gedək görək bu qatarda neyəcək. Ay, nazlı gəmzəli, asla gəl. Ürəyim üzüldü, ürəyim çəkildi. Qızsan, xoşbəxt ol bala. Hadi yani, elə bu qızı da sənə alırıq. Ana, bəs bayaqdan deyirdik. Şepyan da əsas odur ki, durub qaynanasına yeri verdi. Ana, bəs mənə toxuşan oldu. Əşi, sən bir dəqiqə dayan. Bu qızı biz tək sənə almırıq, ümumi ailəyə alırıq. Sən kalbasıdan, səskadan tapıb yersən, ac qalmarsan. Bəs şimdi ya, toxuşa bilirsən. Pişirəmiyim. Pişirəcək, özü də nazdana. Xoşbəxt olur. Baxarım da, neysə, sən bunlar dedi? Gəl, ona baxaq. Salam aleyküm, xoş gəldiniz. Bizim qızıl mağazasının digər qızıl mağazalarından fərqi ondadır ki, biz qızılların səsini eşidirik. Nə gözəl. Onlar nə deyirsə, hamısını başa düşürük. Başa düşmədim, sən şairsən, yazçısan, nə bilim, həkimsən, psixoloqsan, bu qızılların səsini nətər eşitirsən? Bilirsiniz bəy, şairdir, yazmaqdır, bunlar hamısı bizdə cəmlənib. Biz fitri istedadıq. Uşaqlıqdan mənim oyuncağım olmayıb, ancaq qızıllarla oynamışam. Məsələn, brilyant qaşı uzaqdan görəndə tanıyıram. Siz mənə deyin, zəhmət olmasa, bax bu üzük var ha. Bax bu üzüyü mən barmağıma taxsam, mən xoşbəxt ola bilərəm. Hansı üzüyü? Sən nə danışırsan, nə xoşbəxtçilik? Mən səni xoşbəxt eləyə bilmirəm, sən üzüylə xoşbəxt olmaq istəyirsən. Xoşbəxt eləyirsən, amma istəyirəm lap xoşbəxt olum da, belə qanad açım, uçum. Hə? Bunu deyirsiniz? Bəli. Bunu yalnız səsə qulaq asandan sonra bilə bilərik. Hə. Görək özü nə deyir. Deyir, məni düzəldən xanım 3 dəfə ərdə olub boşanıb. Lazım deyil elə, çıxışlar olsun. Deyir, özü də imkanlı ərlər olub, hamısı vəzifədə çalışıb. Lazım deyil, yox, o üzük lazım deyil. Yaxşı, bəs bu sırğalar necədir? Biz sırğa alma gəlməmişik, üzü alma gəlmişik. Sırğa da olar. Bu.
O, Yoxsa bu? o. Aha. Yəni qayda eynidir. Hə. Qulaq asmalıdır. Qulaq as. Biz onu dinləyib sonra sizə deyə bilərik ki, nə deyir? Özü razıdırmı, razı deyilmi o haqda? Görürsən? Bir dəqiqə üzr istəyirəm. Oo, hətta Nə deyir? deyir ki, xanım bu sırğaları, deyir yəni məni qulaqlarına taxsa, xoş xəbər qapıdan içəri girməyəcək. Ancaq qeybət eşidəcək. Məsələn, qonşunun gəlini hara getdi, qonşunun əri gecə saat 3-də niyə evə gəldi, kimin qaynanası nə işlə məşğuldur. Çox sağ ol, çox sağ ol. Mənə ikinci baldız lazımdır sadəcə. Bəsdir də. Yaxşı, onda siz deyin, Aha. yəni özünüz hansını məsləhət görərdiniz? Bax, illərdir vitrində durub mənlə həm söhbət olub. Nə deyəcəyini də öncədən bilirəm. Dəhşət bir şeydir. Bir bunun qaşlarına baxın. Bax, bunu yoldaşınız sizə alsa, əgər biznesi varsa, 2 qat, 3 qat artacaq biznesi. Hətta deyir ki, məni alsalar, tezliklə əlavə qardaş bacı da olacaq. Başa düşmədim. Bacı qardaşları bizim evə qeydiyyatda keçəcək. Ya get başqası ilə evlənəcəksən, hə? Sən başqası ilə evlənmək Buna inanırsan, mənə inanmırsan. Buna bu Bir dəqiqə. Ay xanım, bir dəqiqə üzr istəyirəm. Yaxın gəlin. Bir qulaq as gör nə deyir. eşitmirəm. Bax görürsüz. Deyir ki, belə əlavə bacı qardaş yox, deyir yəni mənə bacı qardaş, yəni barmaqlarımızda üzüklər olacaq çoxlu. O qədər pul gətirəcək sizə. Çox sağ ol. Biz almırıq, bahadır, biz bahalı şey almırıq. Sən mənə bahalı üzüyü qıymırsan. Qıyıram, buna qıymıram, bu nə üzük? Mən onu istəyirəm. Tamam, tamam. Üzük deyir ki, baxıram onlara çox gözəl, mehriban cütlü idilər. Xanıma görə deyir, məni endirim elə. Hə? Endirimdən. Endirimlə. Endirimlə sən. Alırıq. Həyatım, mən illərdir səndən bir istedadımı gizlədirdim. Mənim də bir istedadım var. Hazırsan deyim sənə. Deyil. Mən də piştaxtaları eşidə bilirəm. Ona görə də bir qulaq asaq görək bu piştaxta nə deyir? Görürsən piştaxta nə deyir mənə? Nə deyir? Deyir ki, buradakı üzüklərin 70%-i saxtadır, qanunsuzdur. Vay. Ay qardaş, sən nə danışırsan? Ay nə saxta, biz illərdir burada qızıl alver eləyirik. Bir dəqiqə üzr istəyirəm xanım, bir dəqiqə sakit olun. Görüm nə deyir. Son qərarım bizim. Deyir bu ailəyə canım qurban. Yəni 2 qat, 3 qat deyir endirim elə. Endirim. Ümumiyyətlə deyir üstlərdə nə var? Nə verə bilərlər? Mən üstündə heç nə yoxdur. Mən piştaxtaya bir dənə də qulaq asım. Hə? Hiss edirəm ki, nəsə demək istəyir. Gəl qulaq as. Sözdə adam oxşar. Bu piştaxta mənə elə şeylər dedi ki, yəni qısacası dediyini dedi. İndi mənim bir dostum var, bir ona zəng görüm o nə deyir. Zəng elə. Bir dəqiqə zəngi saxla. Bir dəqiqə çox üzr istəyirəm. Sonuncu dəfə bir qulaq asaq görək üzüyü nə deyir. Deyir ki, çox hörmət elədim deyir bu cütlüyə, çox xoşuma gəldi deyir. Zarafatsız, şəndilər deyir. Hətta deyir, aha tamam. Sizin evliliyinizin il dönümünə vaxtı. Keçib. Olub, Keçib. Üzürlü sayın gələ bilməmişəm. Məndən sizə hədiyyə olsun. Xanımın barmağına necə gözəl yaraşır. Bir yoxlayın, bir baxın. Çox gözəldir, çox gözəldir. Çox gözəl. Mübarək. Çox sağ olun. Sağ ol, çox sağ Xanım, ol. onu bəlkə bir qaba qoyun. Çox Üstünə sağ bəlkə ol. bant var. Çox sağ ol, çox sağ ol. olun. Ay nə gözəl. Yaxşı qurtardıq. Mağazamıza xoş gəlmisiniz xanım. Ən yüksək keyfiyyət, ən son modellər yalnız bizim mağazamızdadır. Seçiminizi düz eləmisiniz. Xanım, necə bir şey istəyirsiniz, necə kömək eləyə bilərik sizə? Bax, bu çox gözəl paltardır. Bax, bir dənə zəhmət olmasa bura buyurun. Bax, bu dünən gəlib. Yəni, gələn kimi hamı satıldı, bir dənə qalıb. O da geyinin, bax, rənginizi də açar. Və əgər xoşunuza gəlsə, yəni sözün pis çıxmasın, maya dəyərinə verirəmsə, halal xoşunuz götürün gedin. Xanım, bax, hamısı brenddir. Yəni, bütün şəhəri gəzin, bu paltarlardan, bu keyfiyyətdən harada tapsınız, sözün pis çıxmasın. Gəlin, mən bu havayı verirəmsə, götürün, aparın. Bax, etiketi də hamısı üstündə. Bəli, buyurun. Mən bu brendi götürmək istəyirəm, amma bunun etiketi saralıb. Bir dəqiqə, o solar ora. Bilirsiniz xanım, bu orijinalın eynisidir, yəni A-klass kopyasıdır.
O necə olur ki? Bax, yəni eyni parçadır, eyni keyfiyyət, eyni işləmələr. Yəni orijinaldan fərqlənmir də, birə-bir eyni şeydir. Armaniyada. Armaniyada bax eyni, bax etiketi də üstündə. Yəni çıxmasın evdəkilər də burdan geyinir. Yəni ayırmaq mümkündür də bax. Bax bu da eynisidir, bax bu da eyni keyfiyyət. Yəni mümkündür də, yəni ayırmaq mümkündür. A-klass eynisi. Yəni mən sizə tam rəsmi zəmanət verirəm. Götürün, yaraşsa sizə halal xoşunuz maya dəyərinə verirəm. Götürün. Heç kimsə deyir originaldır. Xanım elə şey olar, əlbəttə orijinaldır. Özü var, rənginizi də açarmısınız. Yəni fərqləndirmək mümkündür. Dəqiq. Bəli, 100% əmin ola bilərsiniz. Onu da götürüm də Götürün. Gəlin, zəhmət olmasa yaxınlaşın ora. Xanım, gələm indi. Buyurun xanım, sizin üçün 250 manat. Oy, nə gözəl, təşəkkür edirəm. Çox sağ olun. Buyurun, bu 200. Bu da 100. Ay, bir dəqiqə gözləyin, qalıqın qaytar. Ehtiyac yoxdur, qalsın. Sağ olun xanım, cibimiz dolu olsun. Çox sağ olun. Ay xanım, Bəli. bu nədir verirsiniz mənə? Yalançı da axı bu. Əslində bu orijinalının birə-birdir, A-klassdır. Eyni kağızdan, eyni boyadan və eyni şəkildən ibarətdir. Ona görə etdim ki, qalğı qalsın. Sağ olun. Sən çoxdan gedib gəlirsən bura? Yox, mən birinci dəfə gəlmişəm. Neçə yerə getdim, problemi həll eləyə bilmədim. Bu bunun üstünə atır, bu bunun üstünə göndərir. Elə məndə də elədi də, məndə də elədi. Bax, son ümid yerim buradır. Burada da mənim işim düzəlməsə ya, aləmi qataram bir-birinə. Bu nədir hə? Sıravi vətəndaşı adam yerinə qoymurlar. Bu niyə ağlayır? Yəqin problem həll olundu. Sevindiyindən ağlayırdı. Siz keçə bilərsiniz. Hə, çox sağ olun. Bir dəqiqə. Buyurun. Lazım olacaq. Salam müdür. Salam vətəndaş, buyurun əyləşin. Bu nə vaxta qədər belə olacaq, hə? Gedirəm o idarəyə, o göndərir bu idarəyə. Gedirəm bura, o başqası idarəyə göndərir. Bu sadə vətəndaşları niyə incidir? Sakit olun, deyin konkret. Nə probleminiz var? Həll elə görün. Cənab müdür, Bəli. mən uzun illər bundan əvvəl liman idarəsində işlədim. Ayça, liman, dəniz, dalğalar. Ah, təmiz hava. Bax, bu kabinetdə otururam da mən də. Kabinetdə pəncərəni bağlayıram, boğaraq olur. Pəncərəni açıram, maşınların tüstüsü. Kaş mən də dəniz qırağında idarəm olaydı, rahat nəfəs alardı. Olar inşallah, olar. Deməli, bu idarədən işçilərə torpaq sahəsi verirdilər. Hə, mən də Abşeronun kəndlərindən birindən bir 6 sot torpaq yeri götürdüm. Sənə torpaq sahəsi də veriblər. Sən nə xoşbaxt adamsın. Havayı, idarədən torpaq. Mən yazıq, öz kəndimdə 6 sot torpağa ot qiymətini aldım. Oranın bələdiyyəsi, icra nümayəndəsi heç biri sinəsini qabağa erib demədi ki, hörmətli adamsan, qurbandır sənə. Ona görə də borca düşdün, bu günə kimi də qaytarıram. Qaytararsan inşallah, qaytararsan. Deməli, harada qaldıq? Hə, o torpağı alandan sonra başladım ev tikməyə. Ev də tikmişsən sən. Ay, sən nə xoşbaxt adamsan da. Mən yazıq, o torpaq var idi, dedi var, 6 sota. 5-6 da maşın daşını töktüm ora. Oraya imkanım olmadı. Allaha and olsun, imkanım olmadı. Elə daşlar qaldı orada, qonşular uğradılar qatarlar. Qaytararlar inşallah, qaytararlar. Hə, elə ki, mən biraz qaldırdım, sonra oğlum başladı onu tikməyə. Hə, ağıllı başladı tikdi. Bu yandan da bizim o idarə bağlandı. Hə, mən də torpağın sənədlərini düzəldə bilmədim. Hə, indi əziyyət çəkirəm. Gedirəm icraya göndərir bələdiyyə. Gedirəm bələdiyyə göndərir əmlak komitəsinə. Mən sizin istəyirəm. Sənin oğlun
ev tikir. Hə, şükür Allaha. Yaxşıdır işi gücü, əli çörəyə çatıb. Hə. O baxda bana baxsan, mənim 2 oğlum var. Biri elə uşaqlardan avaranın biridir də. Hə, gedir küçədə oyunla dava, bununla dava, gedirəm onu polis idarələrindən dartıb çıxardır. Oy, oy. O birisi də bir tüfeylidir ya. Güclə onu institut düzəltdi. Ondan sonra 2 il oxudu, atdılar metelini bayrağı. Yo, şükür Allaha. Mənim oğlum çox yaxşıdır. Özü ali məktəbə girdi, ali təhsil aldı, qurtardı, sonra işə girdi, sonra da evləndi. 2 dənə də nəvəm var. Maşallah. Bax, nə bana baxsan, sənin nəvən də var. Mənim valla inanırsan ki, o böyük oğlum evlənmiş, o bir də evlənib 6 aydan sonra boşanır. Bir dənə dostumun qızını aldı bu için. İşte Simaşka'da həkim işləyirdi. Oy, nə yaxşı. Qazancı da var. Dedim, o indi o qız bunu ipə sapa yaxında da. Yox, 6 ay. 6 aydan sonra boşadı. Dəhşət deyə dəhşət. Biabır elədi, məni qovmaq elədi. Yox, bizdə mən baxıb görürəm ki, sizin işiniz çox ağırdır, çox. Ağır da söz deyil. Ay. Ürəyimi açmağa adam axtarıram. Adam axtarıram ki, dərdimi deyim. Sən təmiz adamsan, o da görə bunları sənə deyim. Bizdə belə olanda həmişə qızı verirdik qabağa. O da tuzdururdu oğlumu, onun başına ağıl qoyurdu. Nə qədər, qızın dərdi lap böyük deyə. Vaxtında buna elçi gəldi, nə qədər qapıda elçilər durmuşdu. Getmədi. Mən ali təhsil almışam, mən nə bilim, qovluqlarda 20 dənə sertifikatım var. İndi də evdə qaldığından sən nə olur? Zəhər tuluğu. Oy. Kim gəlir zəhər atır, ona zəhər atır, buna zəhər atır, atır da zəhər atır. Anasına deyinə başına ağıl qoysun da. Anası gündə həkimlərdə deyir. Anası da belə çıxdı da. Bir dəqiqə. Dəsmal. Allah kömək olsun. Alo. Təəssüf ki, bugün qəbul etdim. Bəli. Bir şey gözle. Bir dəqiqə. Ay, başlayalım. O yavaş bas. Göz keçmiş. Biraz şey oldu. Biraz Sağa belədir də mənim. hele yok, yavaş ya. Ha kızım hasta ol. Eyvallah, sağ ol gözle. Gözlədir. Adam kim? Adam sakla! Bak işte. Ha kızım sen neymişsen? Piyadanın üstüne çıkmıştın akıyı. Mən görmədim, görsəm saxlayardım da, görmədim ki heç. Gidəydim də. Ha git. Bərəkallah. Sabah bir sürün sənin öz maşının olanda da belə sürəcəksən. Yox, mənim öz maşınım olanda belə. Maşını ilə geçən sürəcəm. Hamı mənim maşın sürməyimdən danışacaq. Özdən mən çəkəcəm, Instagrama qoyacam videonu. Videom məni partladacaq. Sürə çəkəcəksən, hə? Hədə mən belə çəkəcəyəm, mən də belə sürəcəm maşını. Yola bax. Instagram'a yok ha sen maşını patladın. Səni yox, məni söyləyəcəklər. Məni. Bütün qürbətdə olan ölümü, dirimi hamısını yad eləyəcəklər. Necə onu? İndi siz məni təlimdən çıxardırsınız. Yəni indi mən dərs almayacağam. Siz də mənim xahiş edirəm belə şey eləməyin. Çox xahiş edirəm. Mənim axı yoldaşım mən deyib ki, sən təlimdə maşın sürməyi öyrənməsən, mən səndən maşın almayacağam. Yox. Temboli 1-2 günün qalıb. Ödənişimi eləyərsən, sonra gedərsən, sürərsən də.
Deyirəm, onsuz da mən söyəndə mən eşitməyəcəm. Mevzu hazırdır sizin. Salam kızlar. Bugün ben ilk defa maşınımı tek sürürəm. Bəli, gördüğünüz kimi artıq öyrənmişəm maşın sürməyi. İndi isə istəyirəm ki, sizlə bir yerdə qəşəng-qəşəng mahnılar qoyaq, yolda əylənək. Ona görə hazırsınızsa mahnımızı qoyuram. O gül üzünün xəstəsiyəm səni sevəndən, dərdimə əlac istərəm dərman dodağından. O gül üzünün xəstəsiyəm səni sevəndən, dərdimə əlac istərəm dərman dodağından. Burada hardansa mənə tanış gəldi. Ay, yolda! Ha, sənə hansı axmaq maşın sürməyi öyrədib? Sənə maşın sürməyi öyrədənin... Siz mən görmədim. Bağışlayın. Yaxşı ki görmədin, yoxsa vurub öldürərdim. Tamam. Ha. Saat 1-dir. Baxdı. Elə səndən nə etmək lazımdır? Yaxşı, narahat olma. Birinci dəfə deyil ha. Gediyor. Gel Arvad, gel. Ye. Yok, tez. Ya bağlıdan götür be. Ha? O cüzbe Mənə də izitsin, an. o bahalıdan ye də. Arvad, somuzda termosta çay gətirərdin. Çay neçəlik də? Mənə də Ay qardaş, bir dəqiqə. Siz neyinirsiniz burada? Qardaş, dadına baxır da, bunu verim alır. Bəlkə yaxşı deyil, sən. Özə nə almağı? Birini atdım ağzıma, az qala dişim qırılmışdı. Qoy, deyir al. Bir malınıza nəzarət edin də. Akşi gedin meyvə tərvəzi. Böyəcə satarlar. Olmaz ki. Almaq. Yox ha, dişim qırılıb qalıb, deyir al. Cavab, gəl. Tez. Ye. Tez. Mən buna Uşağı demək. ye də ye. Gör nə qədərdir. Bax, gör necədir. Ölürəm bunları içirə. Necədir? Şirin. Bal deyə bal. Müəllim, bir dəqiqə. Neyinirsiniz? Qardaş, dadına baxırıq da, bir görək nətərdir. Özü bir köpürlük deyil. Bu turşuyu bir, mən bunu uşağa verəm. Zəhərləsə nə olacaq? Turşuqda mənim mədəm çox edir. Əgər mənə bir şey olsa, bax bu müəllimi verəsiniz məhkəməyə. Mütləq, deydi. Nəsə halım dəyişirik. Tamamı gibi. Armuda baxaq görək, armud nətər. Bu nədir? O da satarlar. Satmanda baxır. Bax, görür bax. Bu nədir satırsınız? Ay be. Şimdi də. Oh.
Müəllim, nə oldu? Deyəsən məhsullarımızı bəyənmədiniz. Baxıram, bayaqdan heç nə almamısınız. Müəllim, bir fərqli məhsulunuz yoxdur axı. Hərəsinin bir problemi var. Nədir? Gedib başqa yerdən alırıq, heç nə olmaz. Amma deyirəm heyif. Gərək nəsə alardınız. Biraz qabağa düşərdiniz. Necə yəni qabağa düşərdik? Yalnız bugün mağazamızda bir saflıq kampaniya var idi. Yəni müəllim, 3 alana biri hədiyyə. Yarım kiloqram şokolad alana 5 kiloqram hədiyyə. Hələ 99% endirim demirəm. Amma siz heç də ala bilmədiniz. Ancaq dadına baxdım. Yenə canınız sağ olsun. 99%?